bağışlayın dostlar. Bir tərslik oldu. Niyəsə recording dayandı bir ara. Nəysə, nə deyirdim? Rus ordusu nə olarsa olsun gələcəkdə öz torpaqlarını alacaq. Tuvanı yəni. Tuva bölgəsi Ruslara aiddir və Ruslarındır. Bəziləri Tuvanın 2-ci Dünya Savaşında müstəqil olduğunu deyir. Yəni əslində bir ara müstəqilliyi olmuşdu, amma yəni Sovet tərkibində müstəqilliyi idi bu. Bəli, ölkəmizdə mexanik məsələləri başlayır. Mexanizm çoxalmalıdır. Daha sonra ya da yoxsa da. Deməli çox biraz seleksiya dəmir inşa elədi, dəmir. Biraz ölkəmizdə mexanizm başlamalıdır. Taxta inşa edər, sonra taxta çoxalandan sonra zavod inşa etmək asan olur, ona görə dəmir inşa edər. Zavod başlamalıdır. Çünki Rusiyada çoxdan sənaye inqilabı başlayıb və biz burada sənayələşməliyik. Bura bir dənə çelik fabrikası. Çelik fabrikası inşa eləməliyik. Burada bir dənə taxta fabrikası inşa eləyək. Çelik fabrikası? Taxta fabrikası, taxta. Çelik Çelik fabrikası inşa eləməliyəm, əvvəl taxta. Deməli, yəni biz konturaslar qoy taxtdan soxarsın sonra. İlk öncə bundan qoyaq. Bir dənə də tur atlayaq. Şərihli yönətdiyimiz Rusiya imperiyası hal-hazırda inqilablaşmanı davam elətdirir və ölkəsində çoxlu zavod inşa edir. Hal-hazırda Avropada və Orta Şərqdə çox böyük yeni şeylər gedir. Britaniyanın Oman və Yəmən bölgələrində yerləşmiş gücləri Nəcran, Nəcid və Hasa, Cəbəl Şamvar və Anaza əmirliyi və şeyxliklərini aşağılayır və Osmanlı da onlara dəstək çıxmaq üçün onlara mali yardım göndərir. İlk öncə taxtamız çoxalmağa davam edir. Biz sənayələşməyə davam edir. Dəmir elə ki, çelik inşa edə bilərsən. İlk öncə bu bölgəmizə bir dəmir madəni. Bizə çelik lazımdır madən düzəltmək üçün. İndi çelik fabrikasını inşa edə parasa. Amma bir tur atlamalıyıq, çünki taxtamız çoxalsın deyə. Hal-hazırda taxtamız biraz azdır və Avropada hələ də dəngələr gedir. Osmanlı və Yunanistan arasında ola biləcək ən pis ilişkilər gedir. Biz bu şeyə münasibətimiz budur ki, paktımızı imzaladığımız Osmanlının yanındayıq. Nə qədər sevməsəm də Osmanlını pakt imzalamışam. Vatikan və Fransanın nə əlaqəsi ola bilər bir-birlərinə? Sən məncə birinci get Romaniyaya savaş elə. Hə, bir öz bir gəlişdir sonra. Yerlərimizin birinə çelik fabrikası inşa eləməliyik. Dəmir inşa elə, dəmir. Dəmirimizi inşa eləməyə davam edirik. Bu səfər 2 tur atlayaraq olan şeyləri izləyəcəm və çelik fabrikası inşa eləmək üçün materialların toplanmasını gözləyəcəm. Çünki hal-hazırda bəli, dünya alt üst oldu, ancaq hələ də dünya birincisi olan Rusiya məsələyə müdaxilə eləməyibdir. Monako və Yunanistanın ittifaq olmasının nə əlaqəsi var? Çinlə kim? Amerika? Nəysə, eybi yox. Amma hal-hazırda olsaydı
hamı deyərdi ki, dünyanın sonudur. Romanyaya savaş elədi, daha ordu basdım. Roman hal-hazırda bir dənə tur atlamalıyam ki, çelik fabrikası inşa edeyim. Çünki bizə ard-arda xəbərdarlıqlar gəlir. Çelik fabrikası inşa elədiyə. Çünki ölkəmizdə çelik çox önəmlidir. Hələ ki Hollandiya, Doğu Hind adaları və Avstraliya arasında Asiyanın taleyini belirləyəcək bir savaş çıxır. Biz Besarabiya ilə yetinmirik deyəsən. Amma Rumıniyanın müttəfiqlərinin olub-olmadığına baxırıq. Avstriya, Macaristan. Bəli. Onda Bolqaristan hələ. Biz hələ ki sənayeləşək bir dənə yerimizə Saint Peterburqa bir dənə nə inşa eləyək? Təbii ki, çelik fabrikası. İnşaatda küçük kasabadan şəhərə eləmək üçün hələ işimiz var. Şey deyil. Çelik fabrikası inşamızla böyük bir sənayələşmənin gücünü artdıq, amma dəmirimizin də gəlməsi üçün bir dənə də dəmir fabrikası inşa eləyərdik, amma hələ ki pul, daha doğrusu materiallarımız çatmır. Peru, Venezuela və Cənubi Amerika, Cənub-Şərqi Asiya, bağışlayın, biraz çaşdım. Cənub-Şərqi Asiya, Orta Şərq və digər necə Avropa yerlərində çoxlu kaos yaşanır və hal-hazırda hamı bir-birinə savaş elan edir. Görən sən yerdəsən. Bəli, öz yerimizə baxmalıyıq. Mən fikrimcə 3-cü yerdəyik. Bəli, 3-cü yerdəyik. Çünki 1-ci Birləşik Krallıqdır, dönəmin ən güclü dövləti oydu. Buna heç bir etirazımız olmamalıdır. Alman imperiyası ilə əlaqələrimiz necə haldadır? 11. Pis deyil. Yaxşı da deyil. Elə orta bir şeydir, elə bil. Sən birinci Bolqaristan savaş elə. Hələ ki Əfqanistanla paktımı bozub Əfqanistanı işğal eləmək fikrim daha çoxdur. Nə deyirsən? Bilmirəm. Çünki sərhəddimdə olan bir dövləti çağıra bildiyim dövlətlər hal-hazırda ekrana sığışmır. Onda Romaniyaya da savaş elə. Amma yox. Əslində savaş elan eləsəm, mənim Avstriya Macarıstanla paktım var idi. O mənə hücum eləyənməz əslində. Amma 2 cəbhəli bir savaş məni yora bilər. Yenə də bir dənə Avstriya Macarıstanla paktımın olub-olmadığına baxacağım. Pakt bitər. Yox, hələ 4 tur var. 4 tura sıxışdıra bilərsən. Onda Qaradənizə əskərlər qoy. Oradan da saldır ki, tez olsun. Ancaq bozulsa belə, qutarsa belə vaxtı yenə imzalayaram. Onsuz da o vaxta kimi əlaqələrimizi yaxşı tutum. Avstriya Macarıstanla. Ayda su ilə əlaqələrimi yaxşı tuturam. Nə əlaqəsi var? İlişki geliştirir. 3. Krıma bir liman inşa edəcəm. Mən də varnament oynayıram. Bəli, Nihatın özü də varnament oynayır. Hələ ki gözləmək məcburiyyət. Rumıniya işğal edəmir, çünki taxta lazımdır liman üçün. Ona görə biz hələ ki Əfqanistan işğala başlayaq. Nə deyirsən? Əskərdir. Hələ yetdim. Niyə deyirsən? Onlar baha olur. Hızlandırma təşkil olmur. 7.000 bas. 7.000'ye pulum çatmasa bir yere 6.000 zaten. Pulumuz yığılıb. Mən çox vaxt bağladım falan. Çox vaxt deyəndə
Çox vaxt yardan çox balaca şeylərlə oynayıram. Maraqlı olsun deyə. Bura pulumuz yenə 7000-ə çatır. Amma sonuncuya güman ki 7000 çatmayacaq. Buranın uzağı nə qədər Bilmirəm. 1000. Bir dənə tur atlayaq. Pulumuz çox. Pulumuz çox alsın, hə, mən də onu deyəcəydim. Şimali Mərkəzi Amerikada da işlər yaxşı getmir. Vatikan Fransaya savaş elan edib. Nə əlaqəsi var qardaş? Vatikan Fransaya nə vara bilər? Bir dənə mənə deyin diyorum. Yəqin ki ən uzağı ultimatum ata bilər. Sonra da savaş başlayar ki, kimsə mənə savaş zad elan eləmədi, nəsə ekran qırmızı kimi görsənir uşaqlar. Məncə heç kim eləməyib. Yox. Eləsəydi gələrdi ekran. Var. Bütün pulumuzu bura yatırırıq. Bir tur daha atlayaq. Bir 2-3 dənə tur atlayım. Onsuz da Birdən əsgərlər çatmaz, təzədən əsgər basırsan. məncə çatar, çünki Əfqanistanın o qədər böyük bir ekonomiyası yoxdur. Keşke Varnamentə casus göndərmək də gəlsəydi. Varnament düzəldən adam Lukas olmalıdır, səhv bilmirəmsə. Varnamentə düzəldən adam olan Lukas, buradan səsimi duy. Zəhmət olmasa casus göndərməyi də eklə Varnamentə. Düşündüyüm kimi əslində Əfqanistanın çox güclü bir gücü yoxdur. Biraz ordunu tərhis edeyim. Nəysə, Hollandiya Şərqi Hind adalarında da protestolar başlayıb. Yəni Hollandiyanın kolonial gücü bu andan düşə bilər. Bu bizim üçün bir problem deyil. Bəlkə Rusiya imperiyasının da koloniyası var idi. Koloniya əslində çox adam onu koloniya olaraq götürmür, amma rəsmiyyən koloniyadır. Koloniya təbii ki Alyaskadır. Onu Amerikaya satmışdı. 5 dənə ev qiymətinə. 7,2 milyon idi məncə. 7,4 milyon. Hal-hazırda son ordumuzun basılmasını gözləyirik və deyəsən Britaniya və Osmanlı arasındakı savaş nəticəsində Osmanlının kuklalarından biri olan Necran əmirliyi var olmağı buraxıb. Yəni bu Osmanlı üçün pis bir xəbərdir, amma Bizim üçün yaxşıdır. yox, Britaniya üçün yaxşıdır. Bizim üçün ortadır. Buna savaş Yaxşı. edilək. Artıq savaş elan eləmək vaxtıdır. Arxada da 58 minlik ordumuz var. 8 minlik ordu yox. 58 minlik pulumuz var. Əfqanistan bir dənə Nəcid Hasa əmirliyini çağıra bilir ki, bizim çağıra bildiyimiz dövlətlər arasında çox dövlət var. Nəysə, savaşımı elan edirəm qaqaş. Müttəfiqimi təşviq eləyəcəyimi düşünmürəm. Onsuz da lazım deyil müttəfiq. 79 nəfərə qarşı biləməm. 3 milyon mənə hamısını göndərəcəksin. Yox, ayıracam. Birini yana, belə ayırım. Yox, oyunla saldırarsan da. Bir yana bir hərəkət göndərək. Böyük dünyada qondurursun, çox ölçəlir. Normal bir şeydir əslində. Yarıma yarım bütün orduları göz qərarı yarıma yarım bölürük. Yarıma yarımdır da. Bütün ordunu bura göndərək. Mən oynadığım oyunlarda həsətin aldığım dövlət Yugoslaviya olubdur. Bəli, Nihat bunu ağ günündə almağı bacarmışdı. Bizim Rus ordusu hal-hazırda Əfqanistanın içlərinə doğru ilərləyir. Ümidvaram ki, qazanacaq. Onsuz da Əfqanistanın ərazisi biraz dağlıqdır. Amma oyunda göstərmir elə şey. Yox, göstərir. Yox, olmur elə. Göstərir, bax. Bax.
yazılıb ərazi dağlar. Orada orduların biraz saldırısı dayanır. Mən Varnamentə girərkən ekranda olan yazılardan görmüşəm, həqiqətdir. Və bəli, turumuzu atlayaq və savaşımızın nə yöndə getdiyinə baxaq. Onsuz da savaşımızın nə yöndə getdiyi bəllidir. Biz qazanacağıq. Bəli, amma nəysə də yenə. Liberiya və Belçika arasındakı müttəfiqlik hələ ki çox da gözə yatqın və məntiqli bir şəkildə görsənmir və bir mesaj gəlibdir. Sevgili Varnament bizə bir mesaj göndərib. Güman ki, Əfqanistanın paytaxtının düşdüyündən bəhs edən bir mesajdır ki, doğru təxmin eləmişik, başqa nə olacaqdı ki? Və Əfqanistanın sadəcə 2 dənə territoriyası qalıb. Hələ şey alınacaq. Birinci özləşir. Amma yox, gözləyin, bunu bölməliyik, çünki 2 tərəfdən Yox, saldırırlar. burada var ya 4 minlik oradan. 2 tərəfdən saldırırlar deyə ordumuzu böləyənsiniz də bölməkdən problem deyil. 3000 də bura göndəriyorsunuz da nə tərsə qazanacağıq. Çox da ordularımızı məşğul eləməyək. Mən deyirəm ki, burada hücum eləyən ordularımızdan digər orduları tərhiz edin. Nə deyirsən? Yox, yəni. Niyə ki? Eləməyək. Yox, bəlkə onsuz da ekonomiyan da yaxşıdır da. Ölkəmizin durumuna baxaq. Savaş yüzündən olan xoşnutsuzluq çoxalıbdır. İnşallah bu da mənim Azərbaycan dünyam kimi olmaz. Ümidvaram Nihat, ümidvaram. Ümidvaram ki olmaz, çünki onda Avstriya Macaristan serisi kimi bu serində kəsməli olacaq. Bəli, Əfqanistanı son zərbəni indiririk dostlar. 20 mindən çox bir ordu toplayaraq Əfqanistana girdiyimiz gün hələ də ağlımdadır. 20 mindən yuxarı bir ordu toplayaraq Əfqanistana girdik. Əhalinin xoşnutsuzluğu bundan ötəri çoxaldı. Çünki çox böyük bir ordu basım işləmi elədik və mənə kimsə savaş zad elan eləyib. Yoxsa ekranım niyə qırmızı oldu mənim? Yox, gəlsəydi mesaj gəlir də yanı. Bəli, indi ordumuzun hamısını ərdəcəm. Yox, əritmə. Yox, ərdim də, onsuz da Əfqanistan bitdi. Olsun, başqa ölkələri almayaq. Hələdir, gözlə. Biraz ölkəmi səmayələşdirim. Həm də Pozat gəlmir sənə elə də. gəlir bax. Fikir ver, 14.1K'dır, hə? Pul gəlmədi axı. Gəldi, 19.4K. Gəlirim çoxalır. Xoşnutsuzluq azaldı, ona görə. Az elə, onsuz da 25 min gəlir nə lazım. Mən oynadığım dünyalarda Rusiyaya hər dəfə 65 min pul gəlirdi. 9 minlik gəlir, bəsdir. Bəsdir. Onsuz da Az vaxt oynayırdım Rusiya ilə. Rusiya oynamıram. onsuz da yekə bir dövləti və ekonomiyamızı yuxarı qaldıra bilərik. Bəli, saldırganlıq 10'dur. Çox da güclü deyil və ordumuz yoxdur, bəli. İndi görək Əfqanistanın torpaqlarında dəyərli nələr varmış. Taxtalar varmış. Problem deyil əslində. Petrol də var. Neft olduğunu düşünmürəm. Yox, Əfqanistan torpaqlarında deyil məncə. Yox, Əfqanistan torpaqlarında deyil, mənim bu torpağımdaymış. Burada bir dənə petrol qanalımızı Texnoloji araşdırdı. araşdırmaya qoymuşam. İkinci Dünya müharibəsində 1939-da oynayanda başqa mesajlar gəlir ki, biri insanlara tank düzəltmək oynadığın ölkənin paytaxtına tank gəlir. Necə? İkinci Dünya müharibəsində oynayanda tanklar çox yayılmışdı. Onunla oynayanda
paytaxtda orada sənə mesaj gəlir ki, bilim insanları tank düzəltməyi öyrənirlər. Ondan sonra ona bas. Daha çox araşdırın. Elə bir mesaj var altında. O cavabı verəndə oynadığınız ölkənin paytaxtına tank gəlir. Maraqlı bir məlumatdır. Bu nədir? Turistimiz Norveçdə mitinqə qatıldığı üçün tutuqlandı. Serbest buraxılmasın. Tələb eləsə 5000 pulumuz gedir. Olsun, mən turistimin xalqıma xəyanət eləmərəm. Onsuz da 11 minlik bir gəlirimiz var. Gəlir nəsə günü-gündən çoxalır, bilmədim. Hal-hazırda Avropanın halına baxmaq istərdim. Hələ ki Mərkəzi Asiyada durum çox dəyişmədi. Mərkəzi Asiyanın hamısını kontrolum altına aldım. Əslində maraqlı bir məlumat da bu da var ki, əslində Əfqanistan da Mərkəzi Asiyada sayılır. Bolqarıstan'a savaş elədi. Bolqarıstan mənim potensial müttəfiqlərimdən birincisidir elə. Yox. Bolqarıstanı elə son Ağdənizə kıyıların açılır. Öz torpağının üstündən Ağdənizə? Ağdəniz burada deyə nihayətlər. Həm də Ağdəniz oradadır. Yəni Bolqarıstan son Yunanistanın yolunu açılır. Yunanistan daha sonra ora keçir. Anladım. Görən Rumıniya ilə paktımın vaxtı qutarıb. Çünki Rumuniyaya savaş elan eləyərdim mən birinci. Normalda. Bəli, Avstriya Macarıstanla pakt qurmaq fikrimiz var. Görək paktımızın vaxtı qutarıb. Çox güman ki, əlaqələrimiz çox pisdir. Onda biz mən Bolqarıstanı mənim kuklam eləmək fikrim var idi. Kuklam eləmək fikrim var. Onsuz da torpağını almayacam, onsuz da kukla eləyəcəm. Mən axırıncı dəfə Azərbaycanın oynayanda Kiyev almışdım. Maraqlıdır. Pulumuzu 100-dən yuxarı çıxardıq. Hələ ki 95 min. Onsuz da bir tur içində çıxacaq. Görün səncə yerdəsən. Məncə Amerikanı keçərsən. Mən ikinci yerdə zad olam. Britaniya gör neçə puandır. Romanya ilə müttəfiq oldu. Romanya ilə müttəfiq. Bəlkə də olmayıb, Bolqarıstanı 2 yerə bölsüz, sən az torpaq düşəcək. Burada Bolqarıstana nə qədər 45 dənə torpağı var da az olsun. Nə qədər militariyası olduğuna baxmaq lazımdır ilk öncə. Bolqarıstana. Gör nə qədər. Pul 2000 artıq azdır. Nüfuzu da azdır. İlk öncə bizim bir dünyadakı yerimizə baxaq görək nə yerlərdəyik. Hələ də 3-cü yerdəyik. 97 min puan sənə lazımdır. 1000 puanlıq bir dənə ölkə seçməlisən. Məsələn, bu nədir? Kanada olmaz. Görək Avstriya, gözlə. Alman imperiyası, Britaniya, Hindistanı görürsün. Bunları deyəm, biraz aşağılara get. 10 min. Bunlar 10 minlər deyə bir 2000'lilere geçsen. Bolqarıstanı orada gördüm səfərləməyimiz. Bolqarıstan ya da ki biraz güclülərdən seçsən da bilərsən. Bolqarıstan 3000 puanı var. Ondan sonra keçə bilirsən Amerika. Nə qədər ordu basaq? 20 min. 20 min çoxdur Nihat. Heç olmaz. Mən o qədər basmağa elə bütün pulumu et satmaz məncə.
Mən bir dəfə oynayandan sonra bütün ordularımı maraq üçün deyim ki, lazım bir filmini oynamaq istiyordum. Bütün ordumu Parisə 108.000 ordu alındı. Bəli. Nə qədər oldu? 11.000 bəs edir. 15.000. Hoşnutsuzluq biraz ola bilər. Onsuz da ordunu tərhis edirəm. Onsuz da ordunu tərhis eləyəcəm. Bəlkə və bəli, sizi bəlkə də bizə də tur atlasın deyəcəm. Bəlkə də sizi bu və bəlkə də bir dəqiqə. Arxadan toyuq səsi gəldiyinin fərqindəyəm. Rayondayıq deyə. Və bəli, sizi bu oyunun bu həyəcanlı yerində bölümü bitirirəm. Bəli, yorumlarda bilirəm mənə söyəsiz. Bütün söyüşləri yaza bilərsiniz. Heç bir günah yoxdur. Bir-iki tur da atlayayım ki, marnament bilirsiniz, menüyə çıxanda bir-iki tur geriyə gedir. Toyuq da qaqqıldamağa davam elədiyi sürəcə mən danışa bilməyəcəm deyəsən. Bir tur da keçsin və sizi bu bölümün tam da bu həyəcanlı yerində qoyub çıxıb gedirəm. İkinci bölümdə sabah çəkiləcək və bəli, dediyim kimi siz bu həyəcanlı yerdə qoyub gedə bilərəm, istədiyiniz qədər söyə bilərsiniz. Heç bir günah yoxdur. Sağ olun. Ya, bir dənə söz deyəcəm. İkinci bölümə keçmədən əvvəl sizə bir dənə söz deyəcəm, amma ikinci bölümdə deyəcəm.